Hə, köhnələr, sabahınız xeyir olsun. Bax, mən indi işə gedirəm. Piyada. Yəni ki, mən xoşlayıram piyada işə getməyə. Bu da mənim marşrutlarımdan biridir. Yəni, gezə-gezə gəlirəm, düşürəm bax o Qubernant bağından yeraltı keçidlə keçirəm dəniz kənarı parkımıza. Buradan da gedirəm ta dəniz vağzalına kimi. Bugün mənim diqqətimi nə cəlb elədi? Yəni səhər-səhər özünüz başa düşürsünüz də, özü də ki bazar günü gördüyünüz kimi burada adam azdır. Yəni 5-6 nəfər idmançı görərsən, görməzsən. Kimsə qaçır, kimsə velosiped sürür. Velosiped, məsələ. Bütün dəniz kənarı park boyu heç bir yerdə bir dəfə də olsun heç bir işarə, yəni mənim gözümə sataşmadı ki, burada velosiped sürmək olar, ya olmaz, ya velosiped, skuter sürmək qadağandır. İnanırsınız, yəni bax, yol boyu bir dənə yerdə mənə rast gəlmədi o. Amma velosiped sürən çoxdur. Yəni ki, mənim bildiyimə görə burada xüsusi yer ayrılıb da velosiped sürmək üçün. Velosiped, skuterların xətləri var. Halbuki burada heç kim heç bir şeyə riayət etmir. Yəni heç bir işarələr də yoxdur ki, burada yəni sürmək olmaz. Ona görə mən heç cəmaatı da o qədər qınamıram. Ən azı gərək bir işarə olsun. Kimsə də bunu eləyəndə ona gərək bulvarın təhlükəsizlik əməkdaşları bu məsələyə qarışsınlar. Halbuki mən bir dəfə də olsun görməmişəm ki, bulvarın, dəniz kənarı parkımızın mühafizə xidməti, yəni mühafizənin əməkdaşları ümumiyyətlə nəsə bir fəallıq burada göstərsinlər. Mənim heç bir dəfə də olsun gözümə sataşmayıb. Yəqin ki, heç biriniz üçün sürpriz deyil də bu. Yəni çoxunuz gəlirsiniz burada, gezirsiniz. Görmüsünüz də axşam vaxtı burada həmən o skuterların əlindən nə boyda bir xaos yaranır. Yəni ki, uşaqla gedirsən, hələ fikrin ondadır ki, birdən kimsə gələr, keçər, nə bilim, sürətlə keçər, uşağı vurar. Düz deyirəm, yoxsa düz demirəm. Mən şəxsən belə, onun dərdindən açıq sizə deyim. Son zamanlar heç uşaqları bura getirmirəm. Çünki qorxuram, təhlükə var. Özdə bu təhlükə heç uşaqlar üçün, tək uşaqlar üçün nəzərdə tutulmayıb. Hələ özümüzü götürək. Sizə inandırım, bir dənə sürətlə həmən o skuter sürən, bir dənə gəlsin daldan adama girsin belinə, hələ besdir. Sonra ömrümüzün axırına kimi o əlillər arabası ilə yeriyəcəyik. Başa düşürsünüz məni? Yəni yenə də, bax mənim sözüm bulvar mühafizəsinədir, bulvar idarəsinədir. Əgər siz həmən bu bulvarda müəyyən yerlər ayırmışsınızsa, harda ki, skuterlar, velosipedlər, yəni ki, azad, rahat hərəkət edə bilərlər. Yəni ayırmışsınız da, yəni piyadalarla velosiped sürənlərin, skuter sürənlərin yolunu. Burada hər yerdə gərək işarələr olsun. Bu bir. İkincisi də ki, bulvar mühafizə xidməti çox fəal buna bir belə iti reaksiya verməlidir. Yəni dayanıb bax belə ora-bura baxa-baxa quşları göydə saya-saya yox. Xahiş eləyirəm bu barədə, yəni ictimaiyyətdən xahiş eləyirəm. Öz rəylərinizi bildirəsiniz, yazasınız, fəal olasınız. Yəni ki, bu sözlərimiz hara lazımdır, çatsın. Bir də sabahınız xeyir. Bakı Dəniz Kənarı Parkından qəlbdən qəlbə.